Müəlliməlik elə bir peşədir ki, gərək onu çox layiqincə yerinə yetirəsən. Siz o müəllimlərdən birisiniz, Afiqə müəllimə. Bu karantin günlərində uşaqlarımızı təhsildən geri qoymadığınız üçün sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. Nə yaxşı ki varsınız. Hər şeyə görə sizə çox sağ ol deyim. Müəllim keçmişi öyrədən, gələcəyi qurandır. Bizim əziz və dəyərli müəlliməmiz Afiqə müəllimə. Bu karantin müddətində övladlarımızı təhsildən geri qoymadığınız üçün, hər gün həvəslə, səbirlə onlayn dərslər apardığınız üçün sizə dərin təşəkkürümü bildirirəm. Yaxşı ki varsınız, yaxşı ki qızımın müəlliməsisiz. Öpürəm sizi. Hörmətli Afiqə müəllimə, bizi bu karantin günündə tək qoymadığınıza görə, uşaqlarımızın onlayn dərsini keçdiyinizə görə sizə dərin minnətdarlığımızı bildirirəm. Əziz və sevimli müəllimimiz, keçdiyiniz onlayn dərslərə görə sizə sonsuz təşəkkürümüzü bildirirəm. Afiqə müəllimə, sizə uşaqlarımızın təhsildən geri qalmamasında çəkdiyiniz əziyyətə görə təşəkkür edirəm. Afiqə müəllimə, biz sizə onlayn dərslərə görə təşəkkür edirik. Minnətdarlıq, var olasınız. Öpürük sizi. Böyük maarifçi Həsən bəy Zərdabi belə söyləmişdi. Hər bir xalqın xoşbəxtliyi və bədbəxtliyi uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır. Uşaqların tərbiyəsində isə əsas yük müəllimlərin üzərinə düşür. Bu pandemiya dövründə ağır şəraitdə bizim uşaqlarımıza göstərdiyiniz diqqət və qayğıya görə Afiqə müəllimə sizə öz dərin təşəkkürümü bildirirəm. Bizə səbri, dözümü öyrədən əziz müəlliməmiz, bu yolda bizim yanımızda olduğunuz üçün sizə minnətdaram. Biz həmişə sizinlə fəxr edirik. Sizə təşəkkürümü, minnətdarlığımı bildirirəm ki, uşaqlarımızdan olan vasitəsilə dərs keçdiyiniz, Allah sizdən razı olsun. Bütün dünyanın üzləşdiyi koronavirus səbəbindən hər kəs çox çətin bir dövrdən keçir. Belə çətin bir vaxtda öz peşəsini sevərək, kompüter və telefon monitoru arxasında min bir əziyyətlə övladlarımıza dərs keçməyə çalışan bütün müəllimlər qarşısında baş əyirəm. Həmçinin övladım Bayramlı Ömərin müəlliməsi, 283 saylı tam orta məktəbinin ibtidai sinif müəlliməsi Afiqə Kərimovaya ailəmiz adından Əziz mehriban qayğıkeş Afiqə müəlliməmiz, sizə səmimi qəlbdən böyük təşəkkürümü bildirirəm. Dəyərli, qardaşlarım, valideynlərin sevgisi Afiqə sizə minnətdarlığımı bildirirəm ki, şagirdləri bu karantina dövründə təhsildən uzaqlaşdırmadınız, öz qayğınızı onlardan əskik etmədiniz. Uşaqların adından, öz adından sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun, var olun. Bizim gözəl, qayğıkeş, sevimli müəlliməmiz, Allah sizdən razı olsun. Siz həqiqətən bizim uşaqlarımız üzərində əziyyətiniz çox böyükdür. İnşallah şagirdləriniz də sizin əziyyətinizin bəhrəsini layiqincə verərlər. Siz bizim üçün çox dəyərlisiniz. Sizi çox istəyirik. Sağ olun Afiqə müəllimə, çox sağ olun onlayn dərslərə görə. Nə yaxşı ki varsınız, sizi çox istəyirik. Müəllimə, sizi çox istəyirəm. Əziz və dəyərli Afiqə müəlliməmiz, biz çox şanslıyıq ki, evladlarımız sizə əmanətdir. Uşaqlara uğurla gələcəyi doğru addımlamaqda hər zaman yardımcı olan, şagirdlərin nazını çəkərək səbr edən Afiqə müəlliməmiz. Təşəkkür edirik, yaxşı. Afiqə müəllim, bu 3 ayda bizim uşaqları təhsildən geri qoymadığınız üçün sizə təşəkkürümü bildirirəm. Yaxşı ki, sizin kimi müəlliməmiz var. Öpürəm sizi. Allah sizə onlayn dərslərinizə görə sizə minnətdarım. Çox sağ olun. Allah sizdən razı olsun. Müəllimə, nə yaxşı ki, bizim müəllimimiz, sizi çox istəyirik. Onlayn dərslərə görə nə yaxşı ki varsınız. Sizi çox istəyirik. Çox sağ ol, Afiqə müəllimə.